Birinci mövzumuz nədir? Fonetika bölməsi. Fonetikadan başlayırıq Azərbaycan dilini. Baş olur bu. Fonetika əslində xırdalıq çoxdur, ona görə xüsusi olaraq diqqət edilmək lazımdır. Birinci gəlin sözün mənasından başlayaq. Foni nə deməkdir uşaqlar? Səs deməkdir. Tikada el deməkdir. Yunan sözüdür. Bu söz bizə hansı dildən keçibdir? Yunan dildən keçibdir. Fonetika nə öyrənir? Danışıq səslərini. Səs deyəndə hər bir səs yoxdur, ancaq nəyi? Danışıq səslərini. Bax, bunu ümumiyyətlə nəyisə verəndə sizə diqqətlə fikir verin ki, onun uşaqlar cavabı bir növ sözün daxilində olur. Bu danışıq səslər nəyə deyilir? Danışarkən tələffüz etdiyimiz səslərinə deyilir, danışıq səslər deyilir. Bunlar da öz növbəsində bölünür iki yerə. Bir say səslərimiz var, bir də nəyimiz var? Samit səslərimiz var. Və samitlə samitlərin fərqi var. Gəlin onlara izahına keçsələr. Samitlər əmələ gələrkən deyir, hava axını ağız boşluğunda heç bir maniyə rast gəlmir. Sərbəst olur. Ona görə bunlara verilir sərbəst səslər, maniyəsi səslər. Bir də bu testlərdə düşür, bunların xüsusiyyətləri var. Ağızlı olur, ahəngdar olur, gecə yaradıcı olur, uzanır, uzun sahiblərdirlər, vurğulu səslərdirlər, musiqili səslərdirlər. Samitlərin isə bir dənə xüsusiyyəti odur ki, maniyəli səslərdirlər. Çünki bunlar hava axını ağız boşluğunda müxtəlif maniyə rast gəlir bu səslər yaranarkən. Sayıları da fərq edir. 9 dənə sahibimiz var, 23 dənə nəyimiz var, samitimiz. Toplamda 32 dənə nəyimiz var uşaqlar, hərfimiz. Bir də səs və hərfi qarışdırmıyor. Səsi deyirik və eşidirik, hərfi isə yazırıq və nə edirik, görürük. 32 dənə hərf var, 34 dənə nəyimiz var uşaqlar, səsimiz. O 2 dənə fərqli olan hansılardır? Xışdirik, bir də xışdirik. Elə buna ilk də deyilir uşaqlar. Bunların əlifbamızda hərf qarşılığı yoxdur, ancaq səs olaraq mövcuddur. Ona görə 34 səs var, 32 nə var uşaqlar? Hərf var. Sonra biz gəlirik danışıq üzvləri var. Onu da deyək, sonra keçsək bölümümüzə. Bu bizim bədən üzvlərimiz var da. Bunlar hansı ki bizim danışmamıza nə edirlər? Kömək edirlər. Onlara deyilir danışıq üzvləri. Bunlar da iki yerə bölünür. Bir fəal var, bir də qeyri-fəal. Fəallara deyirlər, nə deyir? Səsləri deyir. Qeyri-fəallar da yerdə qalanlardır. Hansı ki dil, ağız boşluğudur, burundur, burun boşluğudur. Sonra ağciyərdir, nəfəs qorusudur, qırtlaqdır, ıblaqdır və s. Heç onlara ehtiyacım yoxdur. Bir dənə bunları yerdə saxlayırıq. Məsələn, düşsək ki, fəalları seç və yaxud da qeyri-fəalları. Qeyri-fəalları seçdiyində fəallar olanları çıxardırsan, yerdə qalan nədir? Qeyri-fəal. Ən fəal bilirsə, hansını götürəcəksiniz? Dili götürəcəksiniz. Sonra bölgü məsələsi var. Bir də uşaqlar nəyə fikir verin? Biri var B, biri var B. Əgər B deyirsə, bu hərfdir. B hərfi, C hərfi, C hərfi. Amma bu deyirsə, bu səsdir. Yazıca necə ayrılırlar? Yazıca transkripsiya, böyük müddəsi deyirik biz buna. Tələffüz işarəsidir. Tərkibindədirsə, bu nədirsə? Deyəndə B, eyni. Yanında saytdan istifadə edirsənsə, o demək hərfdir. Yanında saytdan istifadə edirsənsə, o demək nədir? Deyilişdə onu verir. Amma yazıcını bunun köməyi ilə eləyə bilərsiniz, tapa bilərsiniz. Sonra saytlarımızın bölgüsü. Birinci bölgümüz dilin üfüqü və şagird vəziyyətinə görə qalan saytları var. Bir də nə var uşaqlar? İkinci saytlar. Qalan saytlarımız sayın göl uşaqlar. A, I, O, O. İkinci saytlarımızı sayın göl uşaqlar. A, Ə, B, İ, Ödü, Üdü və El. En üstə X qoyulur nəyə görə? Çünki qarşılığı nədir uşaqlar? Yoxdur. Qarşılığı olmadığına görə buna deyilir uşaqlar neytral. Yəni neytral vəziyyətlədir. Bir də uşaqlar. Bu qanunlara deyilir dil arxası saytlar. Dil arxası. Dil ortasıdır. İncə də deyilir nə? Dil önü. E isə konkret adı var ki, bu nədir? Dil ortası. Səslənmə ortada olur. Səslənmə arxadadırsa dil arxasıdır, öndəsə dil önüdür, ortadırsa dil ortasıdır. Bir də qarşılıq məsələsi var. A-nın qarşılığı nədir? Əl. O'nunki idi, onunki ödü, onunki ödü. Bu niyə bizə lazımdır? Məsələn, hər dəfə deyirəm, Nisan Hüseynovda sual var idi, dəvə sözünün saytlərin qarşılığını əvəz edəsək, nə alınır? Dava alınır. Əni ayın əvəzində nə olur? Dava olur. Yəni, müstəqil mənalı söz yaranır. Bir növ paron mərkimində hər dəyişir, nə edir? Məna dəyişir. Sonra ikinci bölgümüz alt sənəli vəziyyətinə görə uşaqlar. Bir qapalı saytlərimiz var, bir də açıq. 3 dəqiqə fikir verirsən, Aysun? Qapalılar ıdır, idi, udu, üdü. Açıqlar hansıdır? Adı, ədi, odu, ödü. Yenə en üstə X qoyuram, çünki nəyi yoxdur? Qarşılığı yoxdur. Uşaqlar bir məsələni yerində saxlayırıq. Qapağın açıq yerdə saxlamağın ən rahat yolu bir-birinin əksi antonimdə. Qapağın üstü açıq olur, açığın üstü qapalı olur. Fikir verin, görürsünüz hamısında belə yumru, qapaq kimi bir işarə var da. Yəni üstü necədir qapalı?
Amma bunların üstü açıqdır. Bir də şagird sualı üstə nöqtə var da onsuz da. Hamısında yoxdur axı. Üstəlik nöqtə açıqda da var da. Üstünün nöqtə olması onun üstünün açıq qapalı olduğunu eləmir, göstərmir. Bir də qapalılar işləyir. İmtahanda bir də yadından çıxdı da. 4 cür yazılan şəkilsini tapa bilərsiniz. Çı, çi, çu, çü. Fərqi yoxdur. Leksik də ola bilər, qrammatik ola bilər. Imız, imiz, umuz, ümüz. Və bir də alt çənənin vəziyyətinə görə. Bu nə deməkdir? Bax uşaqlar. Ağız kimi düşünün, bunu da alt çənə kimi düşünün. Alt çənə aşağı düşür, ağız boşluğuna yeyir. Alt çənələr ilə genəlir. İçəridə genəlmə baş verir və bu açılır. Açıldığına görə bunlara nə deyilir? Açıqdır. Belə açıqdır. İçəridə sən dediyi kimi genəlmə olduğuna görə buna nə deyilir uşaqlar? Gen sahibləri ilə geniş deyə bilərik, genə deyə bilərik. Gen sözü bu arada homonimdir. Alt çənə yuxarı qalxır, ağız boşluğuna indir, qapanır. Qapanırsa nə yarar? Qapanır. Və sansı bu qapandığına görə burada nə baş verir? Daralma. Ona görə bunlara necə sahiblər? Dar sahiblər. Üçüncü bölgümüz dodaqların vəziyyətinə görə uşaqlar. Bir də nə var uşaqlar? Dodaqlanmayan sayılar. Bir dənə sayı cansı dodaqlananların. O, Ö. Aha. O, U, Ö, Ü. Dodaqlanmayanlar. Ə, Ü, İdi, yenə elin, üstə yerinə qoyulan istiyorum. Qarşılığı yoxdur. İtiraz. Və uşaqlar, burada nəyə fikir verməliyik? Saytlar bölgə olaraq 3 yerə bölünür. Amma bir sayt 3 qrupdadır. Məsələn, o saytını deyirəm, dodaqlanandır, qalındır və açıqdır. Elə, məsələn, əyni deyirəm, incədir, açıqdır, dodaqlanmayandır. Yəni, hər bir sayt normal olaraq 3 bölgü gözünü göstərir. Sonra keçid alırıq nəyə? Samitlərimizin bölgüsünə. Samitlər deyində 2 yerə bölünür. Bir cingilli samitlər var, bir də kar. Uşaqlar, cingilli samitlərdə həm küyü olur uşaqlar, həm də avaz olur. Avaz nə demək ki, səs deməkdir. Bu nəyə görə deyirəm? Toplumda belə bir sual var idi ki, hansı samitlərin yaranmasında səslər daha çox iştirak edir? Onda cavab nə götürməliyik? Cingilli. Amma yalnız küydən ibarət olur. Yəni, onda nə götürür uşaqlar? Kar samitləri götürürük. Və 14 dənə cingilli samitlər var. 11 dənə kar. 11 dənə kar var. Toplam 25 dənə samit nə var uşaqlar? Səs var. Amma 23 dənə nə idi? Hərfi. Və hər birini mən sizdən qarşılıq olaraq tələb edəcəm. B-nın qarşılığı nədir? P. D-nın qarşılığı nədir? T. C-nın qarşılığı Ç. J-nın qarşılığı Ş. G-nın qarşılığı K. C-nın qarşılığı K. G-nın qarşılığı Y-nın qarşılığı X. Z-nın qarşılığı S. V-nın qarşılığı F. Yerdə qalan qarşılığı olmayanlar, onlar da hansılardır? L, M, N, L. Bu arada deyilir, el arasında necə samitlər uşaqlar? Sonlar samitlər. Bir də bu samitlər var, onun da nə qarşılığı yoxdur? Onun da cingiltili qarşılığı yoxdur. Yəni, desəz ki, 5 dənə sonlar var, bu fikir nədir? Yanlışdır. 4 sonlar var, amma 5 dənə qarşılığı olmayan samit var. Uşaqlar, H-ya deyilir boğaz samiti. H, səslənmə harada olur? Boğazda. M ilə N burun samitidir, səslənmə harada olur? M, N burunda. Amma M, B, P qabaqda ədəbiyyatda da keçəcəyik. Dodaq samitlər, dodaq dəyməz şeir şəkli var, onlardan istifadə olunur. Yəni, o şeir deyəndə dodaqlar bir-birinə gəlir. M, B, P. Sonra, cütlük olaraq da əzbər bilmək lazımdır. B, P, D, D, C, C. Çünki samitlər tələffüzdə əksərən öz qarşılığına sevilir. Həmçə, əksərən öz qarşılığı kimi tələffüz olunur. Sonra gəldik nəyə? Sahitlərin bölgü məsələsi. Uşaqlar, 9 dənə sahitimiz var. Bu 9 dənə sahitdən 2 dənəsi ümumiyyətlə uzana bilmirlər. Uşaqlar, onun biri I sahitidir, biri dənə sahitidir, Ü sahitidir. I və Ü sahiti nə eləyə bilmir? Uzana bilmir. Amma üfüqi sözü var ki, o istisnadır. Onların çox da uşaqlar, cürət var, cürətlər var, sürünü var, cüzi var. Amma testlərdə bizə əksərən bir dənə üfüqi sözü düşür. Ona görə onu yerdə saxlamağımız kifayətdir ki, uzanmanı da göstərən uşaqlar qoşuluşlarında yaxşı uzandığını göstərir və bir şey yerdə saxlayın. Saytını sanması uşaqlar, deyilişlə yazışın, kartləməklə neynəmir? Səbəb olunur hansı halda? Məsələn, 2 saytdır. Onu biri düşür, biri uzanırsan, təbii ki, bu fərq yaradır. Amma necə alim sözüdür, katib sözüdür, məsələn, sayt uzanır, sayt uzanır. Burada fərqlilik yoxdur. Deyilişlə yazış neynəmir? Fərqlənmir, onda da ayrıca testlərdə salırlar. Gəlirik saytlərimizin tələffüz bölgüsünə. Məsələn, saat sözü. Sözlər üstündə gedək. Məsələn, saat sözü biri düşür, biri neyniyir? Uzanır. 2 sayt yanaş gəlirsə, söhbət eyni cinsindən gedir. Biri düşür, biri neyniyir? Uzanır. O saytımızda fərq var. Kooperasiyadır, koordinasiyadır, koordinatdır. Bu arada qayda nədir? Normalda onun biri düşür, biri uzanmalıdırlar.
Amma burada o nəyə çevrilir? Uşaqlar aya çevrilir. Qalanını da yazmıram bu hissəsini. Yəni 2 dənə o, bir dənə uzun nə kimi tələffüz olunur, a kimi tələffüz. Amma məsələn, zoologiya bunun kimidir. Biri düşür, biri uzanır, zoologiya. Sonra yeni qaydaya görə dovşandır, bənövşədir, nə edirdi? Aysa olduğu kimi qalırdı. Yəni burada uzanma və düşmə hadisəsi baş vermir. Sonra məşhur sözlərimiz var, test sözləridir. Dirayətdir, şücaətdir, bəraətdir, itaətdir, sirayətdir. Bu sözlərimiz çox məşhur sözlərdir ki, demək olar ki, bizə hər sınaqda, hər imtihanda qabağımıza çıxır. Bunlardan demişlə yazısının fərqi yoxdur. Bir dənə A saytı nə edir bunlarda? Bir dənə A saytı bunlarda uzanır. Sonra yeni qaydalarımızdan biri nə idi? Bu teatrdır, okeandır, poemadır, maniyədir və s. Çox idi bu sözlərimiz, arxeologiyadır. Bunların hamısının yazısı necədir? Olduğu kimi. Amma əvvəlki qaydalarda bunlar tələffüzlər dəyişirdi. Sonra növbəti qaydamız müəllim, səadət, müalicə, ÜA, Üə, əA. Bunlarda da yenə sizin dediyiniz kimi nə başlayır uşaqlar? Olduğu kimi qalır. Əslində dəyişmək çox rahatdır da, olduğu kimi qalır. Heç bir fərqlilik yadda saxlanmırıq. Bu daha rahat deyilmi? Bir dənə sonra sözünü fikir verir uşaqlar. Sonra sözü sonra olur. Bu bizə dənə bu sözlərdə bu qayda. Yəni normalda belə bir qayda yoxdur. Sonra növbəti qayda araya artırılması. Siz əzbərləməyə ehtiyac yoxdur. Məsələn, zəif deyən kimi şagird başa düşür ki, araya artırılır, y. Ailə deyirəm, araya artırılır, y. Radio deyirəm, araya artırılır. Bunlar da tələffüz zamanı nə baş verir? Araya y sami tələb olunur. Sonra bir də, məsələn, elə sözlər var, 2 sayt yanan şeylər, amma olduğu kimi qalır. Məsələn, bunlar kimi. Hansılar idi? Sualdır, rantdır, mətbuatdır, xaosdur və s. Şuardır və s. Raul çoxdur da. Onu da yenə deyirəm uşaqlar, əzbərləməyə ehtiyac yoxdur. Sual deyəndə şagird başa düşür ki, necə deyirəm elə? Sual deyirəm də. Xaos deyəndə şagird yenə başa düşür ki, xaos deyirəm. Xayos deyirəm, xaos deyirəm. Yəni, xos deyirəm. Yəni ki, deyirsən ki, başa düşürsən ki, həqiqətən olduğu kimi nə edir? Qalır. Onun aya çevrilməsi, Avropa mənşəli sözlər, alınma sözlər. Məsələn, Moskva yazıb necə deyirik? Moskva. Konfet yazıb necə deyirik? Çox asan deyilsən, bunu səhv edən uşaq görməmişəm. Bunlarda o nəyə çevrilir uşaqlar? Aya çevrilir, konfet. Sonra saytlarla bağlı başqa nə qalır deməliyim? 2 sayt dedim, müxtəlif sinsidir, qoşa onları dedim, aları dedim. Bu saytların nə idi? Tələvizionla bağlı qaydalarımızdır ki, bunlar belə getdi. Sonra bir də uşaqlar nə məsələ var? O dayı oğlu, bibi oğlu, xalı oğlu, qohumdan ağac bildirər. Bir də fərqli 3 dənə sözü var. Əli ağa, əli açıq, başı açıq. Məsələn, dayı oğlu yazıram. Yazanda bu cür yazıram. Amma deyəndə bunlardan birinci sözün son sayını neyini? Düşür. Birinci sözün son sayı tələffüz zamanı düşür. Bu da bir qaydadır ki, diqqətli olmaq lazımdır. İndi keçdik samitlərimizə. Uşaqlar 2 kör samit yanlış gələ bilər, 2 dənə də cingilli samit yanlış gəlir. Məsələn, xəstə sözüdür. Burada 2 dənə nə yanlış gəlir? Kar. İndi bu xəstəni necə deyirsiniz? Tıdı olur. İkinci nəyə çevrilir? Özünün nəyinə? Cingilli qarşılığına. 2 kar gəlirsə dəyişən neçənci olur? İkincidir. Amma sən 9 cingilli dedim bu dəfə. 2 dənə cingilli. Avtomatik birinci dəyişəcək, özünün yeri nəyinə? A hesab olur. Sonra fərqi yoxda eynisi fərqli cinsli. Diqqət olmaq lazımdır. Bir də samit boşalığında fikir verin. 4 dənə cütlük var ki, dəyişir, amma qalan cütlüklərin heç biri dəyişmir. Qoşa nədir? Birini yazmışıq. Qoşa qılar dəyişir, qoşa tılar dəyişir, qoşa qılar dəyişir, qoşa külar. Məsələn, küra 2 olur, 8. Qıda, bu, hoppanmaq. Tıda, d olur, qıda da nə olur? K olur. Bunu da yerdə salır. Amma qalan qoşaların hamısı olduğu kimi qalır, qoşa yerdən başqa. Qoşa yerin qaydası ayrıca qaydadır. Sözün kökündə olarsa, məsələn, sözün kökündə hansını deyək, bir dənə söz deyin, kökündə olsun uşaqlar. Məsələn, təyyarə, aysa o təyyarə sözü, ağlımıza bu gəldi. Burada kökdə dediyi olduğu kimi neyin il qalır? Amma məsələn, bələdiyyə, ədəbiyyat. Ədəbiyyat sözün kökü ədəbdir, yerin neyin yazı düşəcək? Bələdiyyə, sözün kökü bələddir, biri düşəcək. Amma emoşiyində var bu qayda, hansı sözlərimiz idi uşaqlar? Səciyyədir, səviyyədir və sonra hansılar? Tövsiyədir. Tövsiyə sözündə bir yeməli yazılır, yadınızda saxlayın. Vəziyyət, vəsiyyət. Vəziyyət, vəsiyyət bu sözlərdə kökdə olmasına baxmayaraq yerin birini eləyir, düşür. Amma qaydaya görə olduğu kimi nə eləməliydi? Qalmalıydı. Sonra qoşa yerdən sonra ən məşhur qaydamız B, D, G-ci qaydaları. B, D, G-ci qaydasında nədir? Plus sayt gələrsə, uşaqlar olmur dəyişilir, olduğu kimi qalır. Amma plus samit gələrsə, söz və yaxud da fərqi yoxdur. Özünün nəyinə çevrilir? B-pıya, D-tıya, G-ciya, C-ciya. Məsələn, kitablar, P olur.
bulutlar T olur. Nəhənglər K olur. Çəkicilər uşaq Ş deyir. Çəkiş deyilmir. Çəkicilər və ya da kitabda kitab deyir. Bu deyilmir. Kitabda bu nəyə çevrilir? Bu-ya diqqətli olmaq lazım. Sonra növbəti qaydamız xəttli, fənli, bu sözlərimiz var. Tək izalı, eyni samitə bilən, eyni qaydadır. Bir sait gələrsə, olduğu kimi qalır. Amma samit gələrsə, samitlərdən biri neyini düşür. Niyə? Bir dilimizdə işlənə samitin düşməməsi nə yaradır? Çətinlik yaradır. Ona görə samitin bir insansı nə eləməlidir? Düşməlidir. Amma iki dənə sözün istisnadır ki, düşmə yoxdur. His gün. Aysa o. Hansı sözlərimiz idi? Bir, his sözümüz idi. Bir də kül sözümüz idi. Bunun da səbəbi o idi ki, hərf dəyişəndə məna dəyişir. Bir ocağın tüsüz deməkdir, ikisi duyğu deməkdir. Bir kül ocağın külü deməkdir, iki küllü miqdardır, külliyat deməkdir. Yaxşı. Sonra samitlərdə növbəti qaydamız nədir? Uşaqlar, q nəyə çevrilir? Ğ-ya. K nəyə çevrilir? Y-ya. İlk öncə nəyə fikir verək? Normal vəziyyətdə q, x kimi olur. Ümumiyyətlə, q 4 dənə səs ifadə edir. X da ola bilər, q da ola bilər, q-nın özü də ola bilər. Bir də k olar. Məsələn, yarpaqda normal vəziyyətdə x-dır. Amma yarpağın deyəndə q nəyə çevrilir? Ğ-ya. Yəni, bu sözlərə saitlə başlayan şəkilçi artıranda q nəyə çevrilir? Ğ-ya. Və bu özünü yazışda göstərən qaydadır. Bunu yerdə saxlayaq, yaxşı. Amma ağlama sözlər var ki, orada q-ya neynəmirdi, kesmirdi. Yenə də deyirəm, onları əzbərləməyə ehtiyac yoxdur. Variantda görürsünüz ki, saitini artır. Məsələn, verib qatıq sözü, qatığın dəyişdi. Verib aşiq sözü, amma aşiqin dəyişmir. Veribdir natiq sözü, natiqin dəyişmir. Verib şəfəq sözü, şəfəqin dəyişmir. Onu görürsünüz, əzbərləməyə ehtiyac yoxdur. Natiqdir, şəfəqdir, üfüqdir, məntiqdir, əxlaqdır, eşqdir və s. K-la Y-nin qaydası da eyni qaydadır. Normalda xeyişlidir kimi tələffüz olunur. Məsələn, ürək elə. Amma sahib artıranda ürəyin ki, nəyə çevrilir? Y-ya. Amma çevrilməyənlər də var. Ümumiyyətlə, kitabda yoxdur bu qayda. Sonra K ilə bitən tək hezalardır. Heç birində K-yə keçmir. Ləkdir, təkdir, kürkdür, türkdür, türkdür və s. Fərqlər də hansıdır? Mübarəkdir, şərikdir, təbrikdir, idrakdır, naşikdir, məlikdir, iştirakdır və s. Yenə də əzbərləməyə ehtiyac qalmır. Görülür ki, dəyişmir. Bu K hərfi isə yeganə hərfdir ki, 5 səs ifadə edir. K-nin özüdür, K-dır, Y-dir, X-dirikdir. Bir də uşaqları bunun C olur. Məsələn, 8-i də 2 nəyə çevrilir? C-yə. 5 dənə nəyi ifadə edir? Səs ifadə edir. Sonra samitlərdə bir qaydamız da nədir uşaqlar? Bizim C-nin J-yə keçməsi. Deyir, bu C samiti D, L, S-dan əvvəl gəlirsə J olur. Məsələn, bizdən yazıb necə deyirəm? Vicdan. Gücsüz yazıb gücsüz. Acılıq yazıb acdır. Sonra əczat yazıb əcdad. Gördünüz? Hətta acılıq sözündə 3 fərqli məqam var. Acdıq deyirik, acdıq. C-ya, L-ya, qıdanaya çevrilir, X-ya. 3 fərqli məqam var. Fərqli məqam məsələsini nəyə fikir verir? Məsələn, bu lalə var da, elə məsələn, deyirəm cəsarətlə, sürətlə ilə, sürətlə deyirəm da, o 2 fərqli məqam hesab olunur, diqqətli olun, yaxşı? Çünki həm nə artır, həm də o nəyə çevrilir? Nəyə? Onun özündə 2 fərqli məqam var. Sonra kəmiyyət fərqi var, keyfiyyət fərqi var. Kəmiyyət səs artımıdır, səs azalmasıdır. Məsələn, ailə sözüdür, orada kəmiyyətdir. Amma keyfiyyət bu xəstə sözü olduğu kimidir. Bir səs başqa bir səsə çevrilir. Tərkibi dəyişirsə, bu keyfiyyətdir. Sahib fərqi varsa, artma azalma, bu nədir? Kəmiyyətdir. Bir sözdə həm keyfiyyət, həm də kəmiyyət ola bilər. Məsələn, nə deyə bilərəm? Təəssüflə sözündə elə. Amma orada kəmiyyət yoxdur. Niyə yoxdur orada? Çünki təəssüflə sözündə həm düşür, həm artır. Orada da n-nın bir artır. Onun uşaqların çoxsu kəmiyyət fərqi götürür. Say bərabərləşərsə, orada kəmiyyət fərqi yoxdur. Sonra uşaqlar, hansı qaydamız qaldı samitlərlə bağlı bir də fikirləşin görək. Qoşa yeni dedik, eyni cinsləri dedim. Buna samiti bu və bundan əvvəl gələrsə nə olacaqmı? Məsələn, şənbə, şənbə, günbəz, günbəz, qonmaq, qonmaq. Amma elə sözlər var, bu sözün özündədir. Bu ibtidai sinif müəllimləri də əksəriyyət sənələmişdir. Kömbədir, pambıqdır, ambulansdır, kombayndır. Bu sözlərdə bu sözün nədir uşaqlar? Özündədir. Orada m-ya çevrilməyibdir, yaxşı n-ya çevrilməyibdir. Sonra ahəng qanunu. Bizə bununla bağlı nə düşə bilər? Sözdə qanun məncə sayıqlar. Bir-biriniz deyirsə, buna qanunda ahəng qanunu. Buna arasında dəmir qanunu deyilirdi. O da nəyə görə idi? Köklə şəkilçi arasında ahəng qanunu həmişə nə deyil? Sabitdə, heç vaxt eləmirdi. Dəmir kimi möhkəmdə pozulmur. Ona görə bu nə qanunudur? Dəmir qanunu. Bizə ancaq nə düşə bilər orada? Elə sözlərimiz var ki, milli idi, amma ahəng qanunu eyni yerdə pozulurdu.
işıqdır, ilxıdır, inandır, inanmaqdır, İldırım. inandırmaqdır, işartıdır, sevdadır, quzeydir, tikandır, elatdır, şahindir və s. Bu sözlərimiz millidir, amma bunlarda ahəng qanunu eləyib pozulur. Bir də var alınma sözlər, ahəng qanunu gözlənilir. Məsələn, yazmışdır, bahər farslardadır, bizə necədir? Bahar. Sonra süsən farslarda bizə necədir? Süsən. Faidə farslarda bizə necədir? Faidə. Qaidə farslarda bizə necədir? Qaidə. Vedro falan. Aşikar farslarda bizə necədir? Aşikar. Elə. Vedro ruslarda bizə necədir? Vedra yox, vedirə. Sonra qazet ruslarda bizə necədir? Qazet. Rezina ruslarda bizdə rezin. Məsələn, bu sözlər dilimizə gedirkən dilimizin elə bir növ özəlləşdiririk də. Onlarda ahəng gözlənilir. Amma təbii ki, başqa dildən keçdiyinə görə bunlar nədir? Alınma sözlərdir. Yaxşı? Rezin yazılanda y sözünün içində olur, yoxsa biz tərəf sözümüz Yox, özümüz rezin. Bax, belə rezina yazılır, o ruslarda bizə rezin. İndi rezin yazdıq, məsəl üçün təhlil istəyəndə tərəfsə rezin olaraq qalır. Hə, rezin olaraq qalır. Yəni y Yox, ümumiyyətlə tərəfsə y yoxdur. Tələncə ümumiyyətlə yoxdur, tərəfsə də y yoxdur. Rezin yazıb, rezin deyilir. Sonra gəldik nəyə? Burada hansı qaydamız qaldı? Heca. Tələffüz zamanı sözün asanlıqda bölünmə hissəsini heca deyilir. Uşaqlar, bölünməsinə deyim, amma birdən düşər də. Demək, heca bölünür neçə ilə? Açıq heca var, qapalı heca var, örtülü heca var, örtüsüz heca var, bir də qovuşuq heca var, saf heca var. Bunlar nə deməkdir? Əgər bir hecanın sonu samitlə bitirsə, bu necə heca? Qapalı. Sonu saitlə bitirsə, məsələn, açıqdır. Samitlə başlayırsa örtülüdür, saitlə başlayırsa örtüsüzdür. İkisi birlikdə sait və samit varsa qovuşuqdur. Bizi dənə sait varsa, məsələn, a, i ilə. Bu isə saf hecadır, tək saitdən ibarətsə. Yəqin ki, düşməz, amma yenə də deyək. Bir də sətirdən sətirə keçirirəm. Məsələn, bu ailə sözünü keçirə bilmərəm, çünki tək sait qalır. Ata sözünü keçirənmərəm, tək hecaları keçirənmərəm. BMT, ABŞ abreviaturlarda mürəkkəb adları keçirənmərəm. Sınıfda bu, səmət vurğun, şairlərin qısaltmaları keçirənmərəm. 2026-cı il keçirənmərəm. 5%, 10 kilogram, 5 hektar riyazi ifadələr keçirənmərəm. Bunlar evdə saxlayırıq ki, biz bu arada səhvlərin bu tərəfindən digərinə inə bilmərik, keçirə bilmərik. Sonra orfoqrafiya, orfeqiya. Orfoqrafiya düzgün yazılır, orfeqiya düzgün deyilir. Bunlar nədə öyrənilir? Fonetikada. Fonetikada öyrənildi nələr? Ahəng qanunudur, vurğudur, hecadır, orfoqrafiyadır, orfeqiyadır, bir də fonetik təhlil. Fonetik təhlil necədir? Bir sözü fonetik təhlil edir. Məsələn, neftçi sözüdür, bunun qaydasını deyim elə. Neftçi sözündə gördüyünüz kimi 3 dənə samit yanaşı gəlir. Onda bunun bir neyini neftçi, t düşür da. Yəni, burada desək ki, Cansu A variantına t kar samiti, cinciklərə qarşılığıdır, bu fikir yanlışdır. Niyə? Çünki bu sözün tərkibində t ümumiyyətlə yoxdur. Saitlə samit sözü nəyinə əsaslanır? Tələffüzünə. Amma hecasıdır, vurğusudur, anlaşılır, yazılır. Məsələn, bu desəydik ki, bunun hecaları bu düzdür. Çünki yazılışına görə. Amma neftçi desəydik, o nə olardı? Yanlış olardı. Bir də hökümdar məsələsi var. Hökümdar. Yenə 3 dənə samit gəlir. Onda Cansu 3 dənə samitdə 2 qayda var. Ya samitin biri düşür, ya da yenə artırılır, sayı artırılır. Məsələn, adətən fazla birləşmələri də var. T düşür, neftçidir, hərəkətsizdir, nə bilim, hökümdardır, artır, üzürlü artır, üzürsüz artır, rəhimdil artır, elə bunlarda artır. Sonra gəldik nəyə? Hamısı dedik. Bir də vurğu məsələsi. Vurğu bilirsiniz ki, bizə proqramdan çıxarılır, amma vurğu qəbul etməyən şəkilçilər düşür. Hansılardır? Şəx şəkilçiləri vurğu qəbul etmir. İnkarlı şəkilçi mana vurğu qəbul etmir. Zərf düzəldən ca, la, casına ən vurğu qəbul etmir. Əmin dildə gül vurğu qəbul etmir. Sonra ov, ova, yer, yeva vurğu qəbul etmir, soyad düzəldənlər. Yəni, bunları biz arkəndə məsələn birinci icə düşür. Peyli bağımlı var ya, arkən birinci icəsi vurğu qəbul, ikinci icəsi vurğu qəbul. Eləmir ki, biz bu arada yazılır. Bir də bu kitablarda müraciət olan sözlərdə vurğu birbaşa qəbələ gəlir. Məsələn, bax ki, Nərmin sözdə vurğu sana düşürsə, Nərmin bura gəlirəmsə, görürsünüz, bir hecab əvvəli gəlir kitablarda. Çoxaltma qaydasında vurğu həmişə birinci dildə olur. Qıpqırmızı, sapsarı, mıpırısılardan söhbət gedir. Vurğu həmişə də olur, birinci dildə olur. Yaxşı. Məncə hər şey tam başa düşdük.